Salam uşaqlar, biz bu gün sizlərlə Aylanak və Gülyanak nağılı oxuyuruq. Başlayaq hamımız. İndi biri var idi, biri yox idi. İki bacı var idi. Onların birinin adı Aylanak, o birininki Gülyanak idi. Onlar həmişə birlikdə oynayardılar. Bir gün bacılar meşəyə meyvə yığmağa getdilər. Meşənin kənarında bir daxmaya rast gəldilər. Bir qarı daxmanın qarşısında oturub corab toxuyurdu. Qızlar, salam nənə. Qızlar, salam nənə. Qızlar daxmaya yaxınlaşdılar. Salam nənə. Qarı səs eşidib diksindi. İp yumağı ətəyindən düşüb diyirlədi. Gülyanak tez qaçıb yumağı gətirib qarıya verdi. Qarı dedi: "Sağ ol qızım, daxmaya gir, taxtçanın üstündəki bağlamanı götür, onun içində hədiyyə var." Gülyanak daxmaya girdi. Taxtçanın üstündəki bağlamasını götürüb çıxdı. Qayaya təşəkkür etdi. Qızlar evlərinə gəldilər. Gülyanak bağlamanı açdı. Orada iki qəşəng don var idi. Biri güllü, o biri qırmızı. Gülyanak güllü donu geyindi. Elə bil onun əyninə bitilmişdi. Don ana çox yaraşırdı. Aylanak bunu görüb bacıcan keflədi, mısmır
saladı. Gülyanak dedi. Bacıcan don ki içidir. Biri mənim, biri də sənin. Götüreceğin ayanak kırmızı donu giyindi. Kırmızı don da al. Yanağın əyninə yaxşı oldu. Bacılar çox sevindilər. Bir gün Alyanak dedi, bacı gedək qarı nənəyə bax çək, amma yumaq Gülyanak düşüb digirlənəndə mən gedib gətirəcəyəm. Gülyanak razı oldu. Onlar meşəyə yollandılar. Uzaqdan qarını gördülər. O yığdığı odun şəlləsini daxmaya apardı. Alyanak dedi, gəl burada gözləyək, qoy darı odun şələsini daxmaya aparsın. Sonra corab toxuyan da gəlib ona salam verək, yumaq düşüb diyirlənsin. Mən də gətirib onu qarıya veririm. Gülyanak ona qulaq asmadı. Qarıya yaxınlaşdı. Nənə, qoy sənə kömək edim. O odun şələsini qarıdan alıb daxmaya gətirdi. Qarı Gülyanakdan çox razı oldu. Çox sağ ol qızım. Daxmaya girdi, var da ki mıxdan asılmış bağlamanı götür, içində hədiyyə var. Gülyanak daxmaya girdi, bağlamanı götürüb çıxdı. Qarıya təşəkkür elədi. Qızlar evə qayıtdılar, bağlamanı açdılar. Orada iki
qəşəng yaylalık var idi. Biri güllü, o biri qırmızı. Gülyanak güllü yaylığı başına örtdü. Yaylık ona çox yaraşdı. Alyanak bunu görüb bir keyflədi, mırığını saladı. Gülyanak dedi: "Bacıcan, yayğın ikidir. Biri mənimdir, o biri sənin. Götür, ört başına." Alyanak qırmızı yaylığı başına örtdü. O qırmızı yaylıq da Alyanağa çox yaraşdı. Bacılar çox sevindilər. Alyanak dedi: "Bu dəfə qarıya rast gəlsək, odun şələsini mən alıb bu dəfə apararam. Bir gün bacılar yenə meşəyə getmişdilər. Daxmaya yaxınlaşanda gördülər ki, qarı çaydan su gətirib. Alyanak dedi: "Gəl burada gözləyək, qoy qarı suyu daxmaya aparsın. Sonra odun yığmağa getsin. Onda mən ona kömək edərəm. Şələni daxmaya apararam." Gülyanak ona qulaq asmadı. Qarıya yaxınlaşdı. "Nənə, qoy kömək edim. O su dolu səhəndəyi qarıdan alıb daxmaya apardı." Qarı çox razı qaldı. "Çox sağ ol qızım. Daxmaya biz gir, pəncərənin qarşısındakı zərli qutunu götür. İçində hədiyyə var." Gülyanak daxmaya
daxmaya girdi, qutunu götürüb çıxdı, qarıya təşəkkür etdi. Qızlar evə gəldilər, qutunu açdılar. İçində 2 qolbaq var idi. Hərəsini birini götürdü, çox sevindilər. Aylamaq dedi: "Bacı, mən indiyə kimi səhv etmişəm. Bir də meşəyə gələndən də qarı nənə nə iş görsə ona kömək edəcəyəm." Sağ olun, bizi göydən 3 alma düşdü. Biri mənim, biri özümün, biri də nağıl söyləyin. Kanalımıza abunə olmayan, videomu bəyənməyi unutmayın. Sağ olun, hamınıza təşəkkür edirəm.